Çində könlündən Çinli ilə dava etmək keçirsə, ancaq bu şəkildə olmalıdır. Ya da bu şəkildə. Dava elədik, ayrıldıq, birimizə yumruq vurduq, barışdıq. Elə bir şey burada yoxdur. Bir dəqiqə əsəb burada qurduğun və yaxud da planlaşdırdığın həyatı məhv edə bilər. Ən asanı cərimə olacaq. O da həsarət yoxdursa, haqlı olsan da o birinci başladı desən də, səni təhrik etsələr də fərq eləmir. İstisnalar olur, amma bu istisna sənə şamil olacaqmı, heç kim bilmir. Bizdə yəqin sual yaranar ki, bəs deyirsən elə eləmə, elə eləmə, bəs bizə qarşı kimsə dava, aqressiv hərəkətlər edərsə, bəs neyniyək? Yəni gəlin biraz kitab oxuyun ki, elə insanlara çox rast gəlməyəsiniz. Guangzhou kitabxanasıdır bu. Zarafat bir yana, mümkün qədər nə zərbə, nə də həsarət yetirməyin. Tutun, saxlayın, insanı aqressivliyi soyusun, ya da kimsə polis çağırsın, ya özünüz çağırmaq istəyirsinizsə çağırın, amma zərbə yetirməyin, həsarət yetirməyin, qanun kimi. Bunu yadınızda saxlayın. 16 ildə burada çox talelər sındığını görmüşəm. Mən qadağan olunmuş maddələrdən heç danışmam, onu qətiyyən. Qadınların, qızların gülər üzlüyünü, mülayimliyini yanlış anlamaq lazım deyil. Burada o səhvlərə görə hələ də içəridə yatanlar var. Bomba olansansa, qiymətlərlə, logistika ilə, kargo ilə və dükanda, yəni kalkulyatorda döyüş. Çində başqa variant yoxdur. Lotereya oynama.